Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz rasional ədədlərin müqayisəsidir. Adi natural ədədlərdə, tam ədədlərdə olduğu kimi, rasional ədədlərdən ədəd oxu üzərində soldakı ədəd həmişə sağdakı ədəddən kiçik olur. Məsəl üçün, bunu bir dənə belə bir düz xətlə, yəni ədəd oxu ilə təsvir eləsək, bir dənə ədəd oxu çəkirəm burada. Həmən bu ədəd oxu, yəni sıfırın, mənfinin, müsbətin harda olmasından asılı olmayaraq, solda A ədədi, sağda da B ədədi yerləşirsə, deməli burada həmişə A kiçikdir, B şərti ödənilir. Yəni soldakı ədəd sağdakı ədəddən həmişə kiçik olur. Sonra müqayisə qaydalarına baxırıq ki, müsbət ədəd həmişə mənfi ədəddən nədir? Böyükdür. Neçə olmasından asılı olmayaraq, müsbət ədədlər mənfi ədədlərdən həmişə böyük olur. İkincidə, deməli, burada mənfi 5,83'dür. 83'dən sonra bu dövrü onluq kəsir olduğuna görə növbəti ədəd yenə 8 olur. Burada növbəti ədəd 8-dir, amma burada növbəti ədəd 2-dir. Ona görə də deməli modulca böyük ədəd əslində mənfi olduğuna görə kiçik ədəddir. Deməli birinci ifadə ikinci ifadədən kiçik olasıdır burada da. Sonra 9,77'dir. Burada 7'dən sonra gəlir növbəti ədədimiz 0. Amma burada sonsuzluğa qədər 7 davam eləyir. Deməli, burada 3-cü ədəd 7'dir. Burada da 0'dır. Deməli, onda birinci ədəd ikinci ədəddən böyük olasıdır. 16,99'dursa, bunu biz dövrü onluq kəsiri, adi kəsiri çevirəndə 9'da 9 eləyir. O da 1 eləyir. 16 ilə də 1 də toplayanda 17 eləyir. Deməli, bu ədəd elə 17'yə bərabərdir. Sonra burada 34 2 dəfə təkrarlanır. Növbəti gəlir burada 0. Amma burada olasıdır növbəti ədəd. 34'dən sonra gələsidir 3. Yəni bu 0'ın yerinə burada 3 durur. İndi bu böyük oldu da. Böyük oldu. Amma mənfi ədədlərin böyüyü kiçikdir əslində. Ona görə də burada olmalıdır işarə kiçik işarəsi. Modulca böyüyü əslində kiçik ədəddir mənfi ədədlərdə. Sonra burada 54 növbəti ədəd olur. Üçüncü ədədimiz 7. Amma burada 54'dən sonra üçüncü ədədimiz olur 5. Müsbət ədəd olduğuna görə 7 olan ədəd daha böyükdür. Burada da 5,12'dir. Deməli, bundan sonra gələsidir. Növbəti ədədimiz 1 olasıdır. Yəni 12, 12 belə təkrarlanır. Burada da 3 dənəsi 512'dir. Növbəti olasıdır 5. Yenə 512, 512 təkrarlanasıdır. Deməli, burada vergüldən sonra 4-cü rəqəmimiz 1'dir. Burada vergüldən sonra 4-cü rəqəmimiz 5'dir. Deməli, modulu bunun böyük, ikinci ədədin modulu böyük olduğuna görə əslində, deməli, ikinci ədəd birinci ədəddən kiçikdir. Çünki modulu böyük olan kiçik olur həmişə. Bu da mənfi 1 tam eləyir 99. Bundan da toplayanda mənfi 13 eləyir. Elə deməli, bunlar da bir-birinə nədir? Bərabərdir. Sonra burada 45'də 45, 7 gedir burada. Deməli, 45'dən sonra olasıdır 7, 7, 2 dənə 7 yazaq. Burada da 45'dən sonra 45 var. Deməli, bu böyükdür modulca. Modulca böyükdür və mənfi olduğuna görə, deməli, əslində kiçik ədədimiz elə birinci ədəddir. Bu oldu rasional ədədlərin müqayisəsi mövzusunda tapşırıq 1. İkinciyə deyir ki, boş xanaya böyük, kiçik və ya bərabər işarələrin uyğun gələnini yazın. Deməli, burada baxırıq nəyə? 3'də 1 müsbətdir, mənfi 8'də 3 mənfidir. Deməli, mənfi ədədlər həmişə müsbət ədədlərdən kiçikdir. Bu qaydaya əsasən. Sonra burada surətləri eyni olan kəsirlər əgər müsbətdirsə, məxrəci kiçik olan böyükdür. Amma mənfi olduğuna görə elə kiçik olan kiçikdir, böyük olan da böyükdür. Burada da deməli belə olur. Mənfi ədədlərin hamısı 0'dan kiçikdir. Biri surətləri eynidir. Surətləri eynidirsə, modulca bu 5'də 1 daha böyükdür. Amma mənfi olduğuna görə elə 5'də 1 kiçik olasıdır. Məsələn, bunu bir dənə ədəd oxunda təsvir eləyib daha aydınlıq gətirmə bilərik. Məsələn, 4-cü yazaq bura. Baxın. Burada olsun 0. 0'dan bu bir tərəfdə olsun mənfi 1. Mənfi 1'dirsə, indi 6 yerə bölüb 5 dənəsini götürürəm. Deməli, 6 yerə bölürəm. 6 yerə böldüm. 1, 2, 3, 4, 5, 6. 6 dənədən bir dənəsi gəldi, düşdü bura. Mənfi 6'da 1. İndi bir dəfə də 5 yerə bölürəm. 1, 2, 3, 4, 5. 5 yerə bölürəm. Bu da oldu mənfi 5'də 1.
İndi baxaq bura. Deməli, soldakı ədəd sağdakı ədəddən kiçik olduğuna görə, deməli, -5-də 1, -6-da 1-dən bu bir tərəfdə yerləşdiyinə görə, deməli, həqiqətən də kiçikdir. Əvvəldə dərsin əvvəlində demişdim ki, soldakı ədəd həmişə sağdakı ədəddən kiçik olasıdır. Bu 12'dir, bu biri də 24'dür. Bunu da biz 24'ə gətirsək, deməli, burada olar 24'də, mənfisi də qalır 14. Bu da mənfi 24'də 14'dür. Bu biri də, deməli, bunlar da bir-birinə nədir? Bərabərdir. Bunu da deməli, yenə 32'dir, bu da 32'dir. Bu ixtisar eləyək. İkincini ixtisar eləsək 4'ə, qalar 8'də 7. Bu da 8'də 7 olduğuna görə, deməli, bunlar da bir-birinə nə oldu? Bərabər oldu. Surətləri eyni olan kəsirlərdir. Məxrəci kiçik olan kiçikdir, böyük olan böyük. Bir dəqiqə. Burada bir dənə də deyək bunu. Deməli, burada surətləri eyni olan kəsirlərdir. Surətləri eyni olan kəsirdən düz müsbət olsaydı, məxrəci kiçik olan kiçik olasıydı, böyük olan böyük. Mənfi olduğuna görə böyük olan kiçikdir. Mənfi olanda işarə dəyişilir. Sonra bu birinə baxıram. Burada bir dəfə mənfini məxrəcə verib, bir dəfə də surət hər ikisində kəsirin qabağına gətirməklə bir-birinə bərabər olduğunu görmək olar. Burada da deməli ikinci kəsir müsbətdir, birinci kəsir mənfidir. Müsbət kəsirlər həmişə mənfi kəsirlərdən böyükdür. Bu qaydaya əsasən, yəni o dediyim qaydaları əsaslandıraraq bərabərsizliyi həll etmək olar. Üçüncü tapşırıqda ulduzun əvəzinə rəqəmlər yazın ki, doğru bərabərliyi alınsın. Deməli, burada mənfi ədəd olduğuna görə modulca kiçiklər böyükdür. Deməli, burada 7-dirsə, deməli, buradakı ulduzun yerinə 7-dən balaca ədədlər olmalıdır. Yəni, 6, 5, 4, 3, 2, 1 və 0 da ola bilər. Bu ədədləri yazanda bu ədəd bu ədəddən böyük olur. Yəni, birinci bundan kiçik olasın. İkinci də yenə mənfidir. Mənfi ədəd olduğuna görə, deməli, buradakı ədədlər bu 4'dən böyük ədədlər olmalıdır. Yəni, ulduzun yerinə yaza bilərik 5, 6, 7, 8 və 9 ədədlərini. Yazanda bu modulca böyük olur. Mənfi olduğuna görə kiçik ədədə çevrilir. Burada yenə mənfidir. Mənfidir və hamısı eynidir. Bu bir tərəfdə də böyük, deməli, birinci ədəd böyük olduğuna görə, mənfi olduğuna görə modulca kiçik olmalıdır bu. Deməli, burada 3'dürsə, buradakı ulduzun yerinə 2 və 1 yaza bilərik. Vədir bu, yəni. 2 və 1 yaza bilərik. Olası 231,45, 331,45'dən böyükdür, mənfidir. Ona görə. 63,1, yenə burada 63,18'dirsə, bu böyükdürsə, deməli, 18'dən kiçik ədəd olmalıdır da. Burada 1 varsa, burada deməli, ulduzun yerinə yaza bilərəm mən 0, 1, düz 7'yə qədər. 0'dan 7'yə qədər olan ədədlərin hamısını yazdıqda, deməli, 4-cü bərabərsizlik doğru olur. 4-cü, verilmiş rasional ədədlər hansı iki qonşu tam ədəd arasında yerləşir? 4 tam dövrdə 12'dirsə, aydın ki, bunun tam hissəsi 4 olduğuna görə, deməli, 4 ilə 5'in arasında yerləşir. Bu ədəd 4'dən böyükdür, 5'dən kiçikdir. İkincisi, mənfi 0 tam dövrdə 715. Deməli, mənfi 0 tam dediyinə görə, deməli, bu mənfi ədəddir. Mənfi ədəddirsə, deməli, 0 ilə mənfi 1'in arasında yerləşir. Mənfi 1 ilə 0'ın arasında yerləşir. Üçüncüsü, düzgün kəsirdir. Mənfi 16'da 9. Deməli, düzgün kəsirdir. Bu da ilə 0 ilə mənfi 1'in arasında yerləşəsidir. Mənfi 32 tam dövrdə 5'dirsə, deməli, bundan əvvəl gəlir mənfi 32, bundan sonra da gələsi mənfi 33, yəni ədəd oxunda göstərəndə. Bu oldu, mənfi 33 ilə mənfi 32'nin arasında yerləşir. Mənfi 217 tam 3'də 2, deməli, bundan əvvəl gələr mənfi 217, yəni böyükdür bundan və bundan kiçik olan ədəddə mənfi 216 olasıdır. Deməli, bir dəqiqə 6 nə idi? 8.
mənfi 218 ilə mənfi 217-nin arasında mənfi 217 tam 3 2 ədədi yerləşə bilər. Sonra 11-də 29-dur. 11-də 29-u tam hissəsinə ayırsaq olar 2 tam 11-də 22 eləyir. Burada da 7 qalır. 2 tam da deməli aydındır ki 3-dən kiçikdir, 2-dən böyükdür. Yəni 2 ilə 3-ün arasında yerləşəsidir. Bu oldu 14 nömrəli tapşırıq. Yəni bunu görmürüksə ədəd oxunda da çəkib təsvir eləmək mümkündür. 5. Nöqtələri ədəd oxu üzərində təxmini qeyd etməklə onların ən sağda və ən solda yerləşən nöqtələri müəyyən edin. Həmin nöqtələr arasındakı məsafəni tapın. Deməli, bir dənə ədəd oxu çəkmək lazımdır burada, nömrə 5-də. Və hamısını təxminən qeyd edirik. Deməli, ortada baxıram birinci nəyə? 99-da 19 düzgün kəsir olduğuna görə 0 ilə 1-in arasında yerləşir. Burada mənfi 2 tam var, 5 tam var, 6 tam var, 6 tam var. Bir dənə də bunu çevirsək, baxaq görə o neçə tam olur. Mənfi 18-də 95 bərabərdir. Mənfi 5 tam olasıdır. Mənfi 5 tam 18-də 90 eləyir. Bu da 5 qalır. Deməli, bu da mənfi 5 tam 18-də 5 ədədidir. Deməli, 5 tamlarımız var. 6 tamlarımız var. Bir dənə də tam hissəsi 2 olan da var. Burada bir dənə baxaq görək müsbət ədəd var. Bu mənfi, bu mənfi, bu mənfi, bu mənfi. Hamısı mənfidir. Bir dənə birinci müsbətdir. Ona görə 0-ı burada rahatlıqla qeyd edirəm. Burada da 1-i qeyd edirəm. Bu oldu bizim vahid parçamız. 99-da 19-dursa, deməli bu 1-ə hardasa 90'da 100 yerə bölür. Elə bir dənəsini götürür. Bu olsun A. A nöqtəsi. Bax, burada oldu. İndi keçirəm B-yə. 2 tam olan ədəd bir dənə B-dir. Başqa 2 tam yoxdur. Mənfi 2 tam da özüdür. Deməli, 1 buradadırsa, mənfi 1 buradadır. Mənfi 2 də burada olur. Yəni, aralarındakı məsafə eyni olmalıdır. Mənfi 2 tam onda 3 dövrdə 5-də. Burada mənfi 3'ü yazıram. 2 tam 10'da 3 dövrdə 5'də deməli yerləşir burada. B'nin də koordinatı olsun. Mənfi 2 tam 10'da 3 dövrdə 5. A'nın içini də bir dənə buraya yazaq. 99'da 19. 99'da 19. Bu da A'dır. İndi S ilə F'e baxaq. S'ni burada yazmışam. Bu S nöqtəsidir. Bir dənə də F'i də hesablasaq. F olasıdır mənfi 5 tam 90'da 7. Mənfi 5 tam 90'da 7. Bunu da 90'a gətirsəm, mənfi 5 tam 90'da 25 olur. Deməli, biri mənfi 5 tam 90'da 25'dir. Ona görə mənfi 3. Bunu mənfi 4 eləyib. Bunu mənfi 5 eləyib. Bunu da mənfi 6 yazaq. İndi baxaq. Mənfi 5 tam 90'da 25'dir. Bu da mənfi 5 tam 90'da 7'dir. Deməli, burada olasıdır. Birinci o 7 olan. Yəni F bərabərdir. Mənfi 5 tam 90'da 7. F'dən sonra bu bir tərəfdə də S olasıdır. S'nin də koordinatını tapdıq ki, mənfi 5 tam 90'da 25'dir. Deməli, S də burada yerləşdi. Bu S'dir. Mənfi 6'ya daha yaxındır. F mənfi 5'ə daha yaxındır. Bunların ikisini qeyd elədi. İndi burada qaldı bir dənə. Bunlar ikisi D ilə Y. D dövrdə 2 9'da 2'dir. Bu da 10'da 2'dir. 6 tam da özdə. Bunu biraz da bu tərəfə kimi uzatsaq. 7, mənfi 7'ni də yazaq burada. Deməli 9'da 2, biri də 10'da 2'dir. Yəni birini mən mənfi 6 ilə mənfi 7'nin arasına 9 yerə bölüb 2 dənəsini götürməliyəm. 9 yerə bölüb 2 dənəsini götürəndə, bax, belə bir dənə söz deyim burada. Bax, bir var 9'da 2, bir də var 10'da 2. İndi bu surətləri eyni olan kəsir olduğuna görə məxrəci kiçik olan daha böyükdür. Daha böyükdürsə və mənfidirsə, bunlar ikisi də mənfidirsə, deməli, onda işarə dəyişiləsidir burada. Çünki mənfi olanda böyük olur, kiçik. Ona görə də, deməli, soldakı ədəd 9'da 2'yə düşəsidir. Deməli, burada mən əgər mənfi 6 tam 10'da 2'ni qeyd eləyirəmsə, bundan bu bir tərəfdən mənfi 6 tam
Dövrdə 2 olasıdır. Deməli, mənfi 6,2 mənfi 6 dövrdə 2-dən daha böyükdür. Yəni, daha sağda yerləşir. Bunların da deməli 6,2 olanı oldu E. Dövrdə 2 olanı da oldu D. Bu da belə. İndi bunların hamısını yerləşdirdik. Yerləşdirəndən sonra deyək, həmin nöqtələr arasındakı məsafə ən solda olan deməli nöqtəmiz oldu D nöqtəsi. Ən sağda olan nöqtəmiz oldu A nöqtəsi. Bu nöqtələrin arasındakı məsafəni də tapın deyirsə, deməli AD məsafəsini tapmalıyıq. AD-yi tapmaqdan ötürü D'nin koordinatı oldu -6 tam dövrdə 2. A'nınki də oldu 99'da 19. Və bunların da fərqi lazımdır bizə. Bərabərdir. İndi hesablayaq. -6 tam 9'da 2'dən çıxıram. 99'da 19'u. Bu da bərabərdir. Yenə -6 tam ortaq məxrəc olar 99'da 11'ə vurdumsa 2'ni də 11'ə vuranda 22 eləyir. Bu da 99'da 19 eləyir. Bunlar ikisi də mənfi olduğuna görə toplayıram. -6 tam 99'da bunları da toplayanda 41. Və modulu. Modulu da eləyir nə? Müsbət 6 tam 99'da 41. İxtisar da getmir. Elə belə olaraq qalır. Vəssalam, bu da oldu ən uzaq nöqtələr arasındakı məsafə. Növbət tapşırığımız ədədləri azalan sıra ilə düzün deyir. Ədədləri azalan sıra ilə düzməkdən ötürü birinci ədədlərə baxırıq. Deməli, burada müsbətlər də var, mənfilər də var, dövronluq kəsirlər də var. İndi hamısını bunların sıra ilə yazaq. Nömrə 6. Deməli, -4'də 3'dür birincisi. Öbürü -3 tam 9'da 2 yazaq bunu da. Sonra -3 tam 10'da 2 de bu olsun. -4 tam 6'da 5. 0. 3'te 1. 2 tam 8'de 3. Ve 1 tam 9'da 6. Bu ədədlərin hamısını yazdık. İndi burada müsbətləri 1, mənfilərdə 1 bizə azalan sıra deyirsə, deməli mənfilərdən ən böyüyünü götürməliyəm. Bir dəqiqə. Azalan sıra deyirsə, müsbətlərdən ən böyüyünü götürməliyəm. Bax, müsbət ədəd bu 4 dənədir. 4 dənədən ən böyüyü 2 tam olandı, bu birincisi. Sonra 1 tam olandı, bu ikincisi. Sonra gəlirəm 3'də 1'ə, yəni tam hissəsi 0'dır. Bu üçüncü, 0 da oldu, dördüncü. Deməli, bunları azalan sıra ilə düzdüm. Ən yüksəkdən ən balacaya qədər düzdüm, çatdım 0'a. İndi 0'a çatanda burada deməli bizim bir dənə müqayisə olunan ədədlərimiz bax bunlardır. -3 tam 9'da 2 ilə -3 tam 10'da 2'nin hansının böyük, hansının kiçik olmağına baxaq. Deməli, bu əgər müsbət ədəd olsaydı, məxrəci kiçik olan ədəd daha böyük olasıydı. Yəni bu böyük olasıydı. Amma mənfi ədəd olduğuna görə deməli bu böyükdür. Bu böyükdürsə, onda 4-cü ədəddən sonra gələn 5-ci ədədimiz bu olası 0 tamdan olan. 0 tamdan olan böyükdürsə, deməli sonra gəlir bu. Yox, onda 1 olan 6-cı. Bu olasıdır 7-ci. -4 tam olan olasıdır 8-ci. Deməli bu sıra ilə düzsək, ədədləri azalan sıra ilə düzmüş olarıq. Sonra çalışma 7'ye baxaq. Bu nömrə 6'nın sıra ilə düzülmüş forması. İndi nömrə 7'ye baxaq. Burada da deyir artan sıra ilə düzün. Artan sıra ilə yenə ədədlər yazaq. -1 tam 3'də 2. -2 tam, bu da eləyir 9'da 6. Bu da -4'də 1. 0. 1 tam 6'da 5. 0 tam dövrdə 3'dürsə, bunu da 0 tam 9'da 3 kimi yazaq. Öbürü də 4 tam 10'da 3, dövrdə 6. Bu zamanda azalan sıra ilə deyirsə, heç müsbətlərə dəyməyəm. Buradan da mənfilərdən də baxıram ki, modulca ən böyük olan bu 2 tam olandır. Deməli, ən birincisi budur. Sonra gəlir 1 tam olan, bu oldu 2. Sonra bunun tam hissəsi 0'dır, bu oldu 3, bu da oldu 4-cüsü. İndi bunlarda da tam hissə, bunda 0'dırsa, deməli növbəti ədədimiz 0 tam olandır.
Sonra 1 tam olandı. En axırda da 4 tam olandı. 7-ci. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Ədədləri deməli artan sıra ilə düzmüş olduq. İndi deyək ki, ədəd oxu üzərində A və B ədədləri qeyd olunmuşdur. Bu ədəd oxu üzərində ədədlərini qeyd edək. Deməli, əgər A bu bizə verdi A-nı burada. A buradadırsa, deməli mənfi A da bunun əksidir. Eyni uzaqlıqda bu bir tərəfdə götürürəm mənfi A-nı. Bunu bir dənə uzadaq. Bu A ilə B mənfi A-nın məsafəsi eyni olmalıdır. Deməli bu da mənfi A oldu. Sonra B buradadırsa, mənfi B sağ tərəfə düşür və bu məsafələr eyni olmalıdır. Bu da oldu mənfi B. A-nın məsafəsi buradan bura qədərdirsə 0,5 A bunun tən ortasındadır. A-la deməli 0-ın arasında olası 0,5 A. Sonra A özü buradadırsa 2A-nı tapmaq üçün 0 ilə A-nın arası nə qədərdirsə A-la deməli 2A-nın da arası o qədər olmalıdır. 2A da deməli 0A-dan eyni qədər bu bir tərəfə gəlir. 2A mənfi 1,5 B-dirsə, deməli mənfi B gəldi bura. Yox, bir dəqiqə. Mənfi B burada idi. Bax, mənfi B buradadır. Deməli, bir dənə bu B-yə qədər, bir də bunun yarısı qədər götürməliyəm. Ki, bu olsun nə? Mənfi 1,5 B. Yəni, buradan gəlir bura kimi mənfi 2B olur. Bu, mənfi 2B-nin tən ortası olmalıdır ki, bu da mənfi 1,5 B olsun. İndi dediklərimə bir dənə də baxıb özünüz üçün aydınlaşdıra bilərsiniz. Burada deyə bilərsiniz ki, deməli, mənfi B niyə bu bir tərəfdə oldu? Çünki A, B buradadırsa, mənfi B də bunun əksidir. Yəni, burada B görürük ki, 0-dan soldadır. Yəni, mənfi ədəddir. Onda mənfi B də müsbət ədəd olası. Ona görə bu bir tərəfə düşür. A və B müsbət, M və N mənfi ədədlər olduğunu bilərək aşağıdakı ədədləri müqayisə edin. İndi burada belə bir şey var da, bayaq dediyim kimi A böyükdür 0, B böyükdür 0-dırsa, onda mənfi A kiçikdir 0-dan, mənfi B də kiçikdir 0-dan. Sonra M-in deyil mənfi ədəddir. M kiçikdir 0-dan, N kiçikdir 0-dan olduğuna görə, onda mənfi M müsbət ədəddir, mənfi N də müsbət ədəddir. Bax, bu şərtlərə əsasən indi bunları müqayisə eləyəsiniz. A müsbət ədəddir, 0-dan böyükdür. Sonra ikinci M mənfi ədəddir, 0-dan kiçikdir. A müsbət ədəddir, M də mənfi ədəddir. Müsbət ədədlərin hamısı mənfi ədədlərdən böyükdür. Mənfi M müsbət ədəddir, N mənfi ədəddir. Deməli, belədir. İşarə müsbət mənfidən böyükdür. B müsbət ədəddir, 0-dan böyükdür. 0 N də mənfi ədəddir. Deməli, 0 böyükdür. N mənfi ədəddir, A müsbət ədəddir. Deməli, A böyükdür. Müsbət ədəd böyükdür. Mənfi A mənfi ədəddir. Bax, burada yazmışıq. B müsbət ədəddir. Deməli, müsbət ədəd böyükdür. Yəni, B böyükdür. Modul M həmişə müsbət ədəddir. 0-dan nədir? Böyükdür. N mənfidir. Bu da müsbətdir. Deməli, müsbət ədəd böyükdür. Çünki moduldan gedir söhbət. Mənfi A-nın modulu da olsa, müsbət A-nın da modulu olsa müsbət ədəddir. Burada da 0-dan nədir? Böyükdür. N mənfi ədəddir. Bu da müsbət ədəddir. Deməli, modulu olan daha böyükdür. Nəinki N. N çünki əvvəlcədən bizə demişik ki, mənfi ədəddir. Və bununla da tapşırıq yekunlaşdı. Qaydaları deyirik. 11 nömrəli tapşırıqda deyir ki, aşağıdakı ədədləri azalan sıra ilə yazın. Azalan sıra ilə yazmaqdan ötürü, deməli, bunları baxıram ki, bax, birinci yazaq 11-in birincisində. 3-ü də mənfi ədəddir. Bura mən 0 yazıramsa, bura mənfi 1, burada mənfi 2 yazmaq olar. Deməli, mənfi 8-də 7 yerləşir burada, ortada. Mənfi 8-də 7, yəni 0-1 arasını 8 yerə bölüb 7 dənəsini götürmüşük. Mənfi 1 özü burada, deməli, biri bu, biri bu. Bir dənə də mənfi 1,2 də bu bir tərəfdə olasıdır. Mənfi 1,2. Azalan sıra ilə deyirsə, deməli, böyükdən kiçiyə düzməliyəm. Mənfi 8-də 7, mənfi 1 və mənfi 1,2 kimi düzə bilərəm. İkincisinə baxırıq indi. İkincisində, deməli, hamısı müsbət ədədlərdə olmağa ortaq məxrəcə gətirmək lazımdır.
21'i 2'ye vuranda 42 eləyirsə, ortaq məxrəc bunların 42 olur. Deməli, bu olur 42-də 20. Bu olur 42-də 6'ya vuramsa 30. Bunu da 42'də 3'e vuramsa 27. Məxrəcləri eyni olan 42'də. Məxrəcləri eyni olan kəsirlərdən surəti böyük olan böyükdür, kiçik olan kiçikdir. Deməli, indi burada ən böyük bu olduğuna görə birinci yazaram 7'də 5. Çünki azalan sırada düz deyir. Sonra 14'də 9. 14'də 9 və ən balacası da 21'də 10. Yazmaqla ədədləri azalan sırada yazmış oldum. Yəni artandan azalana doğru. İndi keçdik 3'ə. 3'də adi kəsirə çevirməkdənsə bunları belirləyək, baxın. 3 tam 10'da 5. 42 dövrdədirsə bura 2 dənə 42 yazaq, 3 nöqtə qoyaq. Sonra B'də 3 tam 542 dövrdədir. 542, bir də 542 yazıram. Yenə 3 nöqtə qoyuram. C'də də 5 tam %54'dür. Dövrdə 2'dir. Burada da 2'ləri təkrarlaya gedirəm. İndi baxın. Tam onluqlar eyni, təşlikləri, onda birlər eyni, yüzdə birlər eyni, mində birlər eyni. İndi bir dənə fərqli olan adətlər bulardır. Bunları da biz azalan sıra ilə düzürüksə, deməli, ən böyüyündən başlayıram. 5 olandan B, sonra gəlir 4 olan A, ən balacası da 2 olandır C. Bu da oldu 3 nömrəli tapşırığın azalan sıra ilə düzülmüşü. İndi keçirəm 4-cüyü. 4-cüdə yenə eyni qayda ilə yazıram. A bərabərdir mənfi 2 tam 10'da 1. Bir 2-3 dənə də 3 yazaq. 4 dənə yazaq. 5'e lazım oldu. B bərabərdir mənfi 2 tam %13 və deməli yerdə qalanları bunun 0'dır. C də bərabərdir mənfi 2 tam 13'lər təkrarlanır bu səfərdə. 13, 13 bu qayda ilə. İndi baxıram nəyə? Bax burada 3'ü də eynidir, 3'də də 3'ü də eynidir. Deməli, fərqli olanlar bunlardır. Birində 1'dir, birində 0'dır, birində 3'dür. İndi burada mənfədə olduğuna görə, deməli, müsbətdə böyük idi, kiçik idi. Mənfidə tərsinədir, kiçik böyükdür. Bizə də azalan sıra ilə düzdürsə, deməli, ən böyüyündən başlamalıyam. Ən böyük, ən balaca rəqəm olanıdır. Yəni, böyük B'dir. Sonra gəlir C, ən balacası da A yazmaqla artan sırada düzmüş olduq. Bu da oldu tapşırığın 4-cüsü. 12 nömrəli tapşırıq ədədləri artan sıra ilə düzülmüşdür. A və B'ni tapın. Artan sıra ilə düzülmüşdür deyirsə, deməli burada birincidə yazaq nömrə 12. 8'də 3 yazıram. Bu bir ən axırıncını da 8'ə gətirirəmsə, deməli tamamlayıcı vuruğu olur 4. Bu da oldu 8'də 4. 8'də 3 ilə 8'də 4'ün arasında nə deyir? Aşağıdakı ədədlər artan sıra ilə düzülmüşdür. A və B'ni tapın. Yəni A'nın B'nin yerinə ədəd yaza bilərik. 8'də 3 ilə 8'də 4'ün arasında neçə yaza bilərik biz? Burada məsəl üçün 2'ye vuranda eləyir 6. Bu da 8 eləyirsə ortaya bir dənə ədəd düşür. Məsəl üçün 3'e vuraq bunları ən azı. 3'e vuranda olası 24'də 3'e vuranda 9. Bu biri də olası 24'də 12. 9 ilə 12'nin arasında var 24'də 10. Bir də 24'də 11. Deməli bu A'dır, bu da B'dir. 24'də 10, bir də 24'də 11. A ilə B'nin qiymətlərini yazmaq olar. Sonra ikincisinə baxaq. Bu birinci idi. İkincisində biri 2'də 1'dir. Biri də 3'də 2'dir. Ortaq məxrəc bunlara 6 gətirsək, 6'da 3 ilə 6'da 4 olur. Amma məsəl üçün 3'ə bir dənə ortaq məxrəci gətirək hələ ki. 6'da 3, bu bir tərəfdə də olur 6'da 4. İndi bu 6'da 3 ilə 6'da 4'ün arasında ədəd yoxdur deyə bunu başqa bir dənə ədədə vuraq. Məsəl üçün ortaq məxrəci gətirəndən sonra təzədən 2'yə vuraq. 2'yə vuranda eləyəsi 6'da, daha doğrusu 12'də 6.
Bu biri də olası 2'ye vuranda 12'də 8. 12'də 6 ilə 12'də 8'in arasında bir dənə 12'də 7 düşür. Ama burada 2 dənə ədəd var. Ona görə də başqa bir şey vuraq. Məsəl üçün qoy bunları silək, 3'e vuraq. 3'e vuraq. 3'e vuranda olası 18'də 9. Bu birini də 3'e vuranda olası 18'də 12. İndi 9'dursa, deməli bura 18'də 10'dan 18'də 11 yazmaqla A-nı və B-ni tapmış olduq. Üçüncüsü. 4'də 1'dir biri. O birini də 4'e gətirəndə olar 4'də 2. 4'də 1 ilə 4'də 2'nin arasında da ədəd yerləşdirməkdən ötürü təzədən bunların surət məxrəcini vuraq. Məsəl üçün 2'ye vuranda bu 2 eləyir, bu da 4 eləyir, ortaya bir dənə 3 qalır. 3'e vuraq. 3'e vursaq surət məxrəci olar 12'də 3. Bu birini də 3'e vuranda 12'də 6. Deməli burada da ortada var 12'də 4 ilə 12'də 5. Deməli bunların biri A'dır, birini də B kimi qəbul eləyə bilərik. Dördüncüsü. 16'da 2'dir bu. 16'ya gətirəndə. Bu biri də 16'da 3'dür. 2'ye vuranda 4 ilə 6 olur. Ortaya bir dənə 5 qalır. 3'e vuraq. Bunların surət məxrəcini 3'e vursaq olar 48'də 3'e vuranda eləyir 6. Bu biri də 48'də 3'e vuranda eləyir 9. 6 ilə 9'un arasında da 7, 48'də 7 də ola bilər, 48'də 8 də ola bilər. Deməli bunların da birini A, birini də B götürməklə A-nı B-ni tapmış olduq. İndi baxırıq 13 nömrəli tapşırıqla. 13 nömrəli tapşırıqda deyir ki, ədədləri artan sırada düzün. Yine burada dövronluq kəsirlə adi kəsirləri qarışdırıb bizə verir. Biz bunları açılışını yazaq. Deməli n bərabərdir 5,2 və dövrdə 6 olduğuna görə bir 3 dənə də 6 yazaq. Sonra lazım olsa artırarıq. N bərabərdir 5,26'dırsa, deməli bundan sonra gələsi sıfırlar. Nədir bu? K da bərabərdir 5 tam dövrdə 26'dırsa 2 dənə də bura 26 yazıb və s. qoymaq olar. İndi baxırıq. Burada 2 tamlar eyni, 6 tamlar eyni. Amma yüzdə birlər, mində birlər mərtəbəsi fərqlidir. Mində birlər fərqləsi artan sırada isə kiçikdən başlayırıq. Deməli n 0'dır. Sonra k 2'dir, m də 6'dır. N, k, m sırası bunun artmış sırası olur. İndi bu birinci idi. İkinciyə baxaq. Mənfi 6 tam %73'dürsə, bundan sonra da deməli 2 dənə, 3 dənə istəyirsək 0 yaza bilərik. N bərabərdir mənfi 6 tam, bu səfər 73'lər təkrarlanır. Yenə və s. K da bərabərdir mənfi 5 tam onda 7, bu səfər də 3'lər təkrarlanır. Və indi baxıram burada. İkisi 6 tamdır, bu heç, bu da 5 tamdır. Bizə də artan sıra ilə düzdürsə, bunların ikisinə baxırıq. İkisindən deməli böyük bu olduğuna görə, 7 olduğuna görə deməli modulca kiçikdir də əslində. Modulca böyükdür, əslində kiçikdir. Deməli ən kiçik oldu n. Sonra gəldi m və bu 5 tam olduğuna görə hamısından böyük oldu. Sonra da oldu k. NMK da oldu bunun artmış sırası. Sonra keçirəm 3'ə. 3'də deməli müqayisə eləməkdən ötürü baxıram nəyə? Burada ortaq məxrəc də çətindir, surətdə çətindir, amma 20'dən 19 çıxanda 1 qalır, 17'dən 16 çıxanda 1 qalır, 16'dan 15 çıxanda da 1 qalır. Surət və məxrəclərinin fərqi eyni olan kəsirləri müqayisə eləyəndə, əgər müsbətdirsə, düzgün kəsirdirsə, rəqəmlər artdıqca kəsirin qiyməti artır. Amma mənfi olduğuna görə deməli rəqəmlər artdı, surət məxrəcdəki ədədlər daha doğrusu artdıqca kəsirin qiyməti azalasıdır. Bizə də artan sıra ilə düz deyirsə, deməli elə bu gördüyümüz sıra artan sıradır. Çünki ən böyük ədədlər bunlardır. Onda olası m, soram n, soram da k yazmaqla bunu artan sırada düzmüş olduq. Deməli qaydanı düzgün tətbiq eləməklə tapşırığı həll edirik. Dördüncüdə də
Yine surət məxrəcinin kəsiri 1-dir. Artan sırada deyirsə, deməli, ən balacası ən balacadır, ən böyüyü də ən böyükdür. Deməli, ən balacası burada gördüyümüz ədədlər K-dır. Sonra N-dir, ən böyüyü də M kimi yazmaqla. Bunları da artan sırada yazmış olduq. İndi keçirik tapşırıq 14-ə. X deyir mənfi ədəddir. Ədədlərini deyir, azalan sırada düzün. Deməli, mənfi ədəddirsə, bunlar, məsələn, x-in yerinə -1 yazaq. -1, -1, -1. Surətləri eyni olan kəsirlərdən məxrəci müsbət olsaydı əgər, məxrəci kiçik olan böyük olasıydı. Amma burada mənfi olduğuna görə kiçikdir, böyüyü böyükdür. Deməli, bu gördüyüm ədədlərdən ən kiçiyi B olduğuna görə azalan sırada isə ən böyüyündən başlayırıq. Ən böyüyü bu 15-dir. Sonra, yox, ən böyüyü 18-dir, sonra 15-dir, sonra B-dir. Deməli, olasıdır nömrə 14 yazaq. Ən böyüyü 18-dir. 18 nə idi? C-dir. C. Sonra gəlir A, ən balacası da B. Azalan sırada yazırıq. 15. Ədədləri artan sıra ilə düzülmüşdür. X hansı tam qiymətləri ala bilər. Artan sıra ilə düzülmüşdür deyilsə, biz birinci bu 20, 15-ə ortaq məxrəc gətirək. 20 olsun. Mənfi 20-də 20-ni 5-ə böləndə 4, 4-ü də vuranda 16. Öbürü 20-də x-dir, öbürü də mənfi 20-də 6-dır. İndi x deyib bunların hansından ola bilər də? Baxın bura. X bərabərdir mənfi 16-dan böyük, mənfi 6-dan kiçik ədədlər. Yəni, mənfi 15, mənfi 14, mənfi 13, mənfi 12, mənfi 11, mənfi 10, mənfi 9 ola bilər, mənfi 8 və mənfi 7. X bu ədədlərdən o hansı tam qiymətləri ala bilər deyib, bu tam qiymətləri ala bilər. İndi nömrə 16-ya baxaq. Ədədindən böyük olarsa X hansı? Deməli, mənfi 24-də A ədədi, mənfi 24-də A ədədi. Bunu da 24-də gətirəndə mənfi 24-də 8 ədədindən böyükdür deyir. Deməli, bu böyükdür. Bu böyükdürsə, onda A burada 8-dən kiçik ədədlər ola bilər. A ola bilər. Əslində burada mənfinin özünün qabaqda verdiyinə görə A-nı müsbət ədədlər götürməliyim. Mənfi 8-dən A hansı natural ədədlər ola bilər? Bəli. A ola bilər deməli. Əgər müsbət olsaydı, burada 9, 10 götürməliydim. Amma mənfi olduğuna görə 8-dən balacaları götürəcəm. 1, 2, 3, 4, 5, 6 və 7 olaraq götürsək, bərabərsizlik doğru olar. Bu oldu 16 nömrəyə tapşırıq. İndi keçdik. Vəssalam, 16 burada da yekunlaşdırırıq. Bir dənə də baxım. Elə burada tapşırıqlar yekunlaşır. Sağ olun, növbəti dərsdə görüşərik inşallah.